Salam. 8-ci sinif 1-ci hissədən maddələrin hüceyrə membranında daşınması mövzusunun izahına baxaq. Burada bax şəkil təsvir olunubdur. Gördüyünüz kimi A və B nöqtələri göstərilibdir. A nöqtəsində ətir şüşəsi dağılıbdır. B nöqtəsinə isə onun necə gedib çatması soruşulur. Yəni bildiyiniz kimi bacınız tərəfindən bu təsvirdə deyildiyi kimi otağa bir şüşə ətir dağıdılır. Tədricən otaqda yayılan xoş ətir qoxunu hiss etməyə siz də başlayırsınız. Ətrin qoxusu qonaq otağına və burnunuza necə yayılır? Bildiyiniz kimi diffuziya hadisəsi baş verir burada. Yəni konsentrasiya çox olan mühitdən konsentrasiya az olan mühitə yayılma prosesi baş verir ki, bu da diffuziya hadisəsi hesab olunur. Nə üçün ətir qoxusu dərhal deyil, müəyyən müddətdən sonra hiss edilir. Bildiyiniz kimi havanın molekulaları qaz halında olan maddələrdən təşkil olunubdur. Qaz halında olan bu maddələrin molekulaları arasında toqquşma baş verir. Xaotik hərəkət mövcuddur. A deməli nöqtəsində olan İ daşıyan molekulalar həmin havanın molekulaları ilə toqquşduqda İ daşıyan molekulaların ora ötürülməsi və yaxud da ki, qatlıq çox olan yerdən qatlıq az olan yerə yayılması ilə baş vermiş olur. Burada deyilir, şəkildə A nöqtəsi ətir töküldüyü şüşəni təmsil edir. B nöqtəsi otaqda bir qədər ara məsafədə sizin oturduğunuz yeri göstərir. Şüşədən çıxan qazın atom və molekulaları A nöqtəsində B nöqtəsinə nisbətən daha çoxdur. Bax, burada A nöqtəsi və B nöqtəsi göstərilibdir. A nöqtəsi ətrin töküldüyü, dağıldığı sahədir. B nöqtəsi isə müəyyən müddətdən sonra orada da həmin ətirin iyinin hiss olunmasıdır. Bildiyiniz kimi A nöqtəsində ətrin molekulaları, İ daşıyan molekulalar daha çoxluq təşkil edir. B nöqtəsində isə azlıq təşkil edir. Bu isə A nöqtəsi ilə B nöqtəsi arasında bir növ A nöqtəsi ilə B nöqtəsi arasında bir növ qatlıq fərqinin yarandığını göstərir. A və B nöqtələri arasında qatlıq fərqi, bax, bu gördüyünüz kimi molekulyar konsentrasiya qradiyenti hesabına yayılır. Yəni, A nöqtəsində qatlıq çox olduğuna görə, İ daşıyan molekulalar çox olduğuna görə, B nöqtəsində isə az olduğuna görə, tədricən İ daşıyan molekulalar qatlıq çox olan mühitdən az olan mühitə yayılmış olur ki, bu hadisəni də biz diffuziya hadisəsi adlandıra bilərik. Konsentrasiya qradiyenti deyəndə iki sahə arasındakı konsentrasiya fərqi və qeyd elədik ki, A nöqtəsində qatlıq çoxdur, B nöqtəsində azdır. Bu isə öz növbəsində deməli, konsentrasiya qradiyenti adlanmış olur. Yəni, burada müxtəlif qatlıqlar əmələ gəlmiş olur. Əgər biz diffuziyanın qrafik ifadəsinə baxsaq, bax, bu cür get-gedə yayılmanın azaldığını göstərən qrafik ifadəni görmüş oluruq. Eynilə bu diffuziya təsadüfi hərəkət nəticəsində zərrəciklərin, ionların və molekulaların daha yüksək konsentrasiyalı sahədən daha aşağı konsentrasiyası olan sahəyə yayılması hesabına yaranır ki, bu da diffuziya dedikcə adlanır. Yüksək konsentrasiya olan sahədə sürət böyük olur, diffuziyanın sürəti. Aşağı olan, qatlıq aşağı olan, konsentrasiya aşağı olan sahədə isə zəif olur. Baxırıq burada fəaliyyətə diffuziya sürətinin ölçülməsi. İndikator məhlulu ilə bənövşəyi rəngə boyanmış jelatin kubları diaqramda göstərildiyi kimi durlaşdırılmış turşu
məhlulunda yerləşdirildi. Bu kubun hər kubun tamamilə narıncı rəngə boyanması üçün lazım olan vaxt cədvəldə göstərilmişdir. Cədvəli dəftərinizə çəkin və tamamlayın. Bax, bu jelatin olan kub şəkilli hissəciklər zəif turşu məhlulunda yerləşdirilir. Və burada, bax, gördüyünüz kimi kubun tilinin uzunluğu verilibdir. Bax, bu qoyulan kubların. Sonra, deməli, narıncı boyama vaxtı göstərilibdir. Kubun sahəsini hesablamaq lazım gəlir. Bildiyiniz kimi kubun 6 üzü var və biz bunu deməli A kvadratı vurulmuş sahələrin üzü şəklində yaza bilirik. Burada 1-dir, 1-in kvadratı 1 eləyir. 6 üz olduğuna görə 6-ya vurmaqla, bax, bura 6-nı yazırıq. Həminki kimi yenə də 2-nin kvadratını biz 6-ya vurmaqla 4 vur 6, 24 almış oluruq. 3-ün kvadratını 6-ya vurmaqla 3-ün kvadratı deməli 3-ün kvadratı eləyəcək, neçə eləyəcək? Baxaq. Deməli 54 eləyəcək. Bax, bura 54 yazacaq. 3-cüyə. Sonra 6-ya vurmaqla deməli 4-ün kvadratını 6-ya vurmaqla 96. 5-in kvadratını 6-ya vurmaqla 5-in kvadratı 25 eləyir. 5-i də 6-ya vurmaqla 25-i də 6-ya vurmaqla 150 alırıq. Eyni ilə 10-u kvadratı 100 eləyir. 100-ü də 6-ya vurmaqla 600 almış oluruq. Bax, burada gördüyünüz kimi rəqəmlər, kubun səth sahəsi hesablamış oluruq. Kubun həcmi isə A kubu şəklində. Yəni, burada A kubundan istifadə olunacaq. A'lar da bax, bulardır. 1-in kubu 1, 2-nin kubu 8, 3-ün kubu 27, sonra 4-üncü 64, 5-inci 125, 6-cı isə 1000-ə bərabər olacaqdır kubun həcmi. Sonra burada soruşulur səth sahəsinin həcmə nisbəti. Səth sahəsinin, yəni bax, səthin sahəsinin həcmə nisbəti. Biz burada səthin sahəsində hesablamışıq. Kubun həcmində hesablamışıq. 6-nı 1-ə bölməklə 6 alırıq. 24-ü 8-ə bölməklə 4. 54-ü 27-yə bölməklə 2. 96-nı 64-ə bölməklə 1/5, 150-ni 125-ə bölməklə 1/2, 600-ü 1000-ə bölməklə isə 0,6 almış oluruq. Deməli, gördüyünüz kimi hər dəfə bu rəqəmlər kiçilmiş olur və beləliklə diffuziya sürətinin biz ölçülməsini, yəni zaman keçdikcə sürətin azaldığını görmüş oluruq. Deməli, baxırıq burada narıncı rəngə boyanma vaxtının səth sahəsinin həcmi nisbətindən asıllıq qrafikini çəkin. Mən burada aşağıda fikir verin. Bu nədir? Aha. Bax, qrafik ifadə. Bu gördüyünüz kimi 0,6, 1,2, 1,5, 2, 4, 6 bunlar səth sahəsinin həcmi olan nisbətidir, yəni sürətidir, diffuziyanın sürəti. Bunlar isə zamandır. Zamanda gördüyünüz kimi cədvəldə verilibdir. 20, 41, 76, 104, 188 və 600. Və bunların kəsmə nöqtələrini tapıb ondan xətt çəkməklə burada tərs mütənasib asıllıq qrafikini almış oluruq. Diffuziya, bundan sonra burada baxaq, yenə soruşulur. Maddələrin toxuma və hüceyrələrə çatdırılmasında diffuziyanın
effektliyi haqqında hansı fikir söyləmək olar? Qeyd elədi ki, molekulaların sıx olduğu mühitdən molekulaların az olduğu mühitdə yayılması. Buna biz misal üçün tənəffüs prosesində, alveollarda, qazlar mübadiləsində də misal göstərə bilərik. Belə ki, alveolların daxilində oksigen qazının molekulyar qatlığı yüksəkdir. Qan kapillyarlarında isə oksigen qatlığı azdır. Ona görə də oksigen molekulaları çox olan mühitdən az olan mühitə, yəni kapillyarlara keçərək orada arterial qana çevrilməni təmin edir. Həmçinin də alveolların divarlarında olan kapillyarlarda karbon qazının bax gördüyünüz kimi qatlığı çoxdur. Ona görə də karbon qazı qatlığı çox olan mühitdən az olan alveolara ötürülür və beləliklə burada qazlar mübadiləsi baş verir. Bildiyiniz kimi canlı orqanizmlər qazlar mübadiləsi olmadan heç bir fəaliyyət göstərə bilməzlər. Odur ki, bax, bu prosesin özü, yəni alveollarda qazlar mübadiləsinin getməsi özü diffuziyaya bir misal ola bilər. Yəni, burada konsentrasiya fərqi mövcuddur. Konsentrasiya fərqinin nəticəsində molekulalar çox olan mühitdən az olan mühitə keçir. Bu da oksigenin qan kapillyarlarına alveoldan keçməsini təmin etmiş olur. Yarpaqlarda qazlar mübadiləsi özü də diffuziyaya misal ola bilər. Bildiyiniz kimi, tənəffüs prosesi bütün canlı hüceyrələrdə, bitkilərdə həyata keçirilir. Tənəffüs nəticəsində karbon qazı əmələ gəlir. Karbon qazı hüceyrələrdə üstünlük təşkil elədiyinə görə burada onun qatlığı yüksək olur. O, ətraf mühitə nisbətən. Ona görə karbon qazı mühitə verilir. Eyni ilə tənəffüs prosesində bildiyiniz kimi oksigen qazı qəbul olunur ki, bu da mühitdə üstünlük təşkil edir. Hüceyrələrin daxilində isə azlıq təşkil edir. Diffuziyanın sayəsində konsentrasiya yüksək olan sahədən konsentrasiya az olan sahəyə oksigen molekulaları keçmiş olur və beləliklə də bitki tənəffüs prosesini həyata keçirmiş olur. Bildiyiniz kimi kiçik molekullu birləşmələr və yaxud kiçik molekullu maddələr, onlar hüceyrə membranlarından hüceyrə arası mühitə verilə bilir və yaxud da əksinə hüceyrə arası mühitdən hüceyrəyə daxil ola bilir. Amma bunu iri molekullu birləşmələrə biz deyə bilmirik. Keçən dəfəki dərsimizdə də demişdim ki, iri molekullu birləşmələr, misal üçün zülallar diffuziya oluna bilmir hüceyrə tərəfindən, amma amin turşular isə diffuziya oluna bilir. Çünki amin turşular kiçik molekulludur. Onlar hüceyrələrin məsamələrindən, membranlarından hüceyrəyə daxil olmaq qabiliyyətinə malikdirlər. Bu qədər. Qalanları isə növbəti dərsimizdə. Sağ olun.